təsdiqləyək. Tez gedib bələdiyyə yanına. Bələdiyyə də deyib ki, o evi Lətifə xanımla qızı tikib, azıya qızı ilə evi başqa adama sata bilməz. Bu dəfə Yad Xəbər rubrikasına öz problemini göndərən izləyicimiz Lətifə Zeynəddinova Hökməli qəsəbəsində illər əvvəl tikdirdiyi evindən indi zorla çıxarılıb. Az yaşlı qızı ilə birgə yaşayan Lətifə xanımın qalmağa nə başqa evi, nə də pənah aparacağı başqa bir ünvan yoxdur. Lətifə xanımın tikdirdiyini iddia etdiyi evin yerləşdiyi torpaq sahəsinin bələdiyyə sənədi olduğunu deyir. Məhkəmə sənədlərindən də göründüyü kimi, o 2013-cü ildə həmin torpaq sahəsini kənd sakinindən öz pulu ilə alıb və orada ev tikdirib. İndi isə həmin evi onun əlindən alıblar. Bu barədə özü və qonşusu danışır. Mən özüm ikinci qrup əliyəm, Allahın özü xəstəyəm mən, Allaha and olsun. Dedim, sən bilirsən kimi danışlar. Yer get dedim, başımı ağrıtma burada. Uças köməklər sözlə dedim, yer get burada. Bacı, xanım, dedim ki, yəni bu xanım, bax, mən bilirsən, niyə onu dandırırsan ki, bu cəmat deyir, pul verib alıbdır. Dedim, bə cəmat, sən ağzını dövəcək əsəbləşərmi? Dedim, bə cəmat onu zülümlə, uşağı ilə bir yerdə işləyib, zülümlə, qadın xeylağı, yaşlı adamdır, işləyibdi, ərzaq çəkibdi, tikibdi. Niyə üçün dedim, onun zəhmətin, əziyyətin siz dedim, hədərə verirsiniz. Dedim, salamat oturarsan sən də orada. Uçaskoya bilirsin nə dedim. Dedim, bax, ağlın, şuurun var da, düzdür. Dayı, səhv deyirəm, bax, deyirəm ki, xanım, səhv deyirsiniz. Dedim ki, ağlın var, şuurun var da. Bunun heç xəbəri yox, deyil mənim üstümə gəlib Uçaskova. Allah o günlə, bazar günü. Şantaj eləyir, gedib bunları ki, sən niyə onu müdafiə edirsən? Hə, onun sonra şeydir. Dedim, ağlın var, şuurun var da. Bu evi alırsan da, qardaş, başladın, baş ağrı olmasını. Bunu axtarıb araşdırmalısan. Bunun sənəti var, yoxdur, bu kimindir, kimindir. Bu mənə halallıq olacaq, olmayacaq. Səhv deyirəm. Bunlardan soruşmayıb ki, evi mən tikməyi təsdiqləyək. Tez gedib bələdiyyə yanına. Bələdiyyə də deyib ki, o evi Lətifə xanımla qızı tikib, az yaşlı anası ilə. Evi başqa adama sata bilməz. Mən də qayıtdım, dedim ki, Uçaskovusan, sənin başın dedim ağrıyar burada. Ged ağıllı ol, cəmaatın dedim əziyyətlə, zülümlə, bax qalıb küçələrdə dedim. Özgə qapılarını tikirəyəm ki, Allah ki, yalvarıram deyir, yox, mən evimi istəyirəm ancaq. Yalvarıram, gəl qal mənə, deyir, yox, mən deyir, mənə öz evim nə vaxta lazımdır. qədər qalacam özgə qapılarını? Uşağı qalır orada, burada, Allah'ın üçün, yaxşı deyir də, indi Allaha da xoş deyir. Hə, 15, indi bu dəqiq 15 yaşı olar onun. Hə, qalıb uşağım küçələrdə. 16-15 yaşı var. 2 il mən ev Bunu kim götürər, ona götürər. Sən bilmədən o evi nətər alıb otura bilərsən. Deyir ki, pul verib alıb, zəhmət çəkib adam pul verib alıb. Dedim, o halallıq deyir, onun ki, haram şeydir. Pulun versin, qaytarsın, çıxsın, getsin. Allah haqqı haram şeydir. Onun axırı, biz axirət kitablarını oxuyarsınız da hər halda. Bu dünyada deyir, biz kef eləyirik. Əsasımız deyir, o dünyadır. Düzdür də. Hələ qonşuları da xox gəlirlər ki, niyə sən müdafiə eləyirsən, deyirsən ki, evi tikib. Axı tikib də 4 ildir mən buna. Quran haqqı deyirəm, bax, toba. Yer gəlmişkən, hə. Bu da başqa şəhər rayonlarında, mən də masal adamıyam da, hə. Burada tanış olmuşuq. Biz burada görmüşük bir-birimizi, Allah haqqı. Qonşu nə üçündür, sənə qurban olum. Bəlkə sabah mən bundan pis olacam. Amma bizim millətimiz bizə pula uyur hər şeyə. Onlar biraz pul basıbdır. Dedim hamıya pul basıbsan, mən öz-özümə deyir ki, biraz sənə hörmət eləyim. Bunu döyüb çıxardanda, polis gəlib mənə döydü, ikisini də döyüb çıxardılar məni. Buna deyir ki, bunu döyüb salan günü mənə qayda bilirlər, o evə alan oğlan, Qurana alan. Məhkəmənin qərarı olmadan polisin nə ixtiyar var, siz çıxarsınız? Polisə deyirsən mənə müdaxilə edirəm. 4 il yaşamışım, mənə çıxarmağa gəlir. Evi alan kişi yoxdur. Qadın alıb, kişilərə... Deyəndə bir dəqiqə. Hədə qardaşıdır deyəsən onun. Qardaşı deyil. Özünə cinayət işi qaldırıblar, özü gəlmir qadın. Dedi ki, gəl sənə də hörmət eləyim, ancaq sən bu işdən uzaq dur da, Lətifədən uzaq dur. Gəl sənə hörmət Quran haqqı, bax, Quran'a and olsun deyirəm. Bax, bizi yaradan Allah haqqı. O günlərə gəldi. Ev alan deyir, hə? Ev alan qohumu. O gün də gəlib Uçaskova ilə, xanım, siz bu işə qarışmayın, bu işsizlik deyir, Lətifənin dalında durmur, Lətifə sənin nəyindir, vəbşə? Dedim, mənim heç nəyimdə olmasa, Lətifə mənim qonşumdur. Lətifə kasıb bir insandır. Qocalığı ilə dedim, ev işi tikibdir. Bu yaşda hansı qadın ev tikə bilər? Heç kim, düzdür? 30 il küçələrdə, şəhərdə evim olub, indi küçələrə düşür. Yer gəlmişkən buna yox. Şəxsən mənim də qızım var da. Şəxsən o qız uşağı var ortada. Əslən uşağı görə. Ya orada burada nəyə görə qalmalıdır? Zəhmətlə, əziyyətlə didiş, vuruş, əlləş, çəkiş. Gəl ev tikib, sonra sənin özü döyüsündən asınlar çöllərə. Uçaskovun adı nədir? O bu deyilsən təfəkkürdür. Təfəkkür. Belə boydan alçaq qara kişidir. Özü məni hədəlirik öncələmdir. Sən qarışma bu işə. Başı oynaçaram sənin deyir. Təfəkkürün əzləri var, qonşulara hədə gəlir. Sonda isə onu demək istəyirik ki, səsləndirilən fikirlərə və təqdim olunan görüntülərə görə Kanal 13 heç bir məsuliyyət daşımır.